Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Mərkəzi Asiya üstəgəl Azərbaycan formatında 7-ci məşvərət görüşünün iclasında iştirak etmək üçün Konqres mərkəzinə gəldi. Azərbaycan Respublikası Prezidenti İlham Haydarovich Aliyev cənabı aliləri. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşıladı. Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər. Bu dəqiqələrdə Mərkəzi Asiya dövlət başçılarının Mərkəzi Asiya Azərbaycan formatında 7-ci məşvərət görüşünün iclası keçirilir. Prezident İlham Əliyev tədbirdə iştirak edir.